Salam dəyərli izləyicilər, mən Sara müəllim. Bu gün sizlərə biologiyadan bir çoxlarının qarışdırdığı bir məsələni izah edəcəm. Ağacın yaşı məsələsi. Yəni imtahanda bizdən soruşanda ağacın yaşını necə tapırıq? Adətən bizdən belə soruşur. Tutaq ki, M yaşlı bir ağacın, M yaşlı ağacın N-ci yaşı özəkdə neçənci qatda yerləşir, kambidə neçənci qatda yerləşir. Mən bunu tapmağınız üçün əslində bizə kitabda düstur verməyib, sizə bir düstur verəcəm. O düsturdan istifadə edərək tapa bilərsiniz. Əgər sizdən özəkdən neçənci qatda yerləşir soruşursa, o zaman nə edirsiniz? Əgər M yaşlı bir ağacdır, N-ci qatın yaşını soruşursa, o zaman özəkdən elə N-ci qatda yerləşəcək. Məsəl üçün, burada mən 8 yaşlı bir ağac təsəvvür etmişəm. Biz bura diqqətlə baxsaq, görürsünüz 8-ci yaşı, buradan bir qabıq qatı təsvir etsək, qabığa ən yaxın olan qat olacaq. Həmişə biz ona görə deyəcəyik ki, bitkinin ən cavan qatı, ən cavan halqası qabığa ən yaxın olan halqa olacaq. Məsəl üçün, bu ağac üzərində baxsaq, 8-ci halqa qabıq qatına ən yaxın olan halqa olmuş olacaq. Ən yaşlı halqa isə özəyə ən yaxın olan halqa olacaq. Özəkdən N-ci qatda. Baxın, burada bir sual nümunəsi var. 8 yaşlı ağacın 5-ci yaşı özəkdən və kambidə neçənci qatda yerləşir? Özəkdən elə 5-ci qatda yerləşəcək. Amma kambidə neçənci qatda yerləşir deyəndə biz nə edirik? Baxın, kambidən geri saysam 1, 2, 3, 4. Baxın, 4-cü qatda yerləşmiş oldu. İndi düstur olaraq necə tapırıq? M yaşlı bir ağacdır. Yazıram M, çıxaq. N-ci yaşı. N-ci yaşı çıxıram. Üstünə də gəlirəm 1. Düsturda yerinə qoyanda M 8-dir. 8 yaşlı ağac, çıxıram N. N nədir burada? Məndən soruşduğu yaşdır. 5-i üzərinə gəlirəm hər zaman 1. Bu da eləyəcək 4. Deməli, kambidə neçənci qatda yerləşir deyəndə ağacın yaşından bizdən soruşulan yaşı çıxıb üzərinə 1 əlavə edirik. Özəkdən neçənci qatda yerləşir soruşanda isə elə həmin qatı götürürük. Məsələn, 5 yaş, 5-ci yaş soruşursa 5-ci qatda, 10-cu yaş soruşursa 10-cu qatda. Təbii ki, bizə verilən məsələdə fərqli yaşlar soruşacaq. Belə, yəni imtahanda bu şəkildə yadınızda saxlasanız, artıq ağacın yaş məsələlərini rahatlıqla hesablaya bilərsiniz.